Salam. Bu dolmanın hansı dolma olduğunu bilsəz, bilirəm ki, çox təəccüblənəcəksiniz. Bəli, bu bildiyiniz ispanaq dolmasıdır. Bir neçə izləyicim yazmışdı bu dolmanı. Mən də belə iri yarpaqlı ispanaq görən kimi yoxlamaq qərarına gəldim. Bu cür iri yarpaqlı ispanaq da hər dəfə ələ düşməz. Ətimin düyüsünü, soğanını, göyərtisini əlavə etdim. Az qalmışdı, duzu, istiotu unudum. Ət çox da yağlı deyil, bir balaca quyruq da vurmuşam. İlk dəfə edirdim deyə əvvəlcə ispanaqları pörtmədən bükməyə çalışdım. Fikirləşdim ki, pörtülsə yarpaq ələ gəlməz. Gördüm ki, yox, belə bükmək çox narahatdır. Qalanlarının üstünə qaynar su əlavə elədim. Belə bükmək çox rahat oldu. Üzüm yarpağındakı kimi hamar üzünə yox, damarlı tərəfindən əti qoyub bükdüm. Üzərinə limon qoyub su əlavə etmədən qapağını qoyub vamxodda suyu çəkilib yağa düşənə qədər bişməyə qoyuruq. Hardasa 1 saata yağa düşdü və dolmamız hazırdır. Sizə səmimi deyəcəm, həyatımda yediyim dolmaların arasında bu ispanaq dolması mənə çox ləzzət elədi. Bundan başqa cökə yarpağını, bir də əmək köməcinin dolmasını eləmişdim bu yaxınlarda. Amma ən çox sevdiyim ispanaq dolması oldu. Dolma bilirsiniz nədir? Elə ağza qoyursunuz, çeynəməyə ehtiyac yoxdur da, özü gedir. Əriyir də, ağızda rəsmən əriyir. Amma mütləq bu dolmanı hazırlayın, dadına baxın, mənimlə də bölüşərsiniz. Nuş olsun.